Azərbaycan 18-ci əsr. Ölkə bir-birinə düşmən xanlıqlara parçalanmışdır. Bir tərəfdən daxili müharibələr getdikcə xalqın qüvvələrini tükəndirir, digər tərəfdən xarici düşmənlər Azərbaycanı əsarət altına alıb məhv etməyə çalışır. Xalqlar arasındakı ədavəti qızışdıran xarici düşmənlər bu yolla Azərbaycan torpaqlarını qəsb etməyə can atırdılar. Bu ağır illərdə Quba xanlığını gənc Fətəli xan idarə edir. Hardan gelirsiniz? Ben sizden soruşuram. Hardan gelirsiniz? Niye dinmirsiniz? Onların dilini kesipler. Xan, düşmən qoşunları əhalini talan edib şəhərə od vurdular. Zülmətşə çıxıb. Cəlladlar onlara aman vermədilər. Bax budur, görürsünüz mü? Başalıp hara gedirsiniz? Sənə nə boş? Dünyanın o başına. Bu ne cesaret? Kiminle danışırsan? Onu bağışla xan. Bu mənim şəhidim Novruzdur. İkimiz də bənləyik. Başı müsibət çəkib ona görə sənə cavab qaytardı. Başqa yolu qalmadı. Onun bir yolu var ata. Mübarize yolu. Bıçağı olansan, arkamca gel. Kimi ciddir, kim cesurdur, kim öz halkını, doğma yurdunu sevirse, kim düşman esaretini kabul etmirse, arkamca gelsin.